Bugün sizlə 2025-ci il 20 apreldə keçirilən 9-cu sinif dərəcəsi olan buraxılış imtahanı suallarına baxacağıq. Short tekstlərlə başlayırıq. Birinci. Deməli, short tekstlərə baxanda diqqət etməli olduğumuz məqamlar nələrdir? Ümumiyyətlə, nəinki short tekstdə, həm listening, həm də readingdə. Onlu sözünə diqqət eləməlisiniz burada mütləq. İndi mətnə baxıram, ümumi göz gəzdirməyə çalışıram. Burada görürəm, dil öyrənməkdən danışır. Burada dil mərkəzindən danışır. Demək ki, bunların dil mərkəzi var. Və deyir ki, burada siz danışa, qulaq asay dostlar qazana bilərsiniz. Bugün qoşul və discount endirim deməkdir. Xüsusi endirim qazan bütün il boyunca. A bəndə yazıb ki, if they bring a friend. Uşaqlar, burada friend sözü görürsünüz. Yəni deyir, dostunu gətirsən, bring, dostunu gətirsən, sən endirim qazanacaqsan. Yox. Burada deyir, gəlin dostlaşın, dostlar qazanan. Amma dost gətirsən, endirim qazanacaqsan deyə bir şey yoxdur. B bəndində yazıb ki, language center, bəli, language centerdən danışır. Dil mərkəzi offers, təklif eləyir. Enjoyable way of learning English. İngiliscə öyrənməyin zövqlü bir yolunu təklif edir. Yəni, dərslərə qoşulmaqdan söhbət gedir burada. Bu variantı saxlayırıq. C bəndində deyir ki, ancaq danışıq dərslərinə qeyd edilir. Burada isə ancaq only speaking classes deyə bir şey yoxdur. Baxın, yazıb speak, listen, make new friends. C bəndi getdi. D bəndində deyir ki, tələbələrə free classes, yəni pulsuz dərslər təklif edilir. Burada isə free yoxdur. Discount var, endirim var. Yəni D bəndi yanlışdır. Y bəndə deyir ki, students can get discount if they join tomorrow. Əgər sabah qoşulsalar, tomorrow yox, today yazıb, join today və get discount. Cavab olur elə B bəndi. 6. The art club will meet on Tuesday. İndi baxıram, burada yenə burada isə art clubdan söhbət gedir. Neçənci gün? Tuesday'dən danışır. Buna diqqətli olmalıyıq. After school in room 202. 202 nömrəli otaqda məktəbdən sonra art club olacaq. Nə zaman? Tuesday'də. Bunu yadda saxlayırıq. Purpose of the meeting, yəni purpose məqsəd deməkdir. Görüşün məqsədi nədir? To discuss ideas. Yəni ideyalar müzakirə etmək. Nə üçün? Yeni layihə üçün ideyaları müzakirə etməkdir. The members of the club must bring the equipment. Klubun üzvləri equipment, yəni ləvazimatlardır. Yəni deyir ki, özləri gətirməlidir ləvazimatlarını. Yəni hər kəs buyura bilər. Everyone is welcome. Deməli, indi baxırıq. A bəndə yazıb ki, art club members are going to share opinions for new project. Yəni, for new project burada var, burada da var. Share opinions, burada discuss ideas, bu sinonimdir. Elə, düzgün cavabımız burada olacaq, nə? A bəndi. B bəndə deyir ki, no need, ehtiyac yoxdur gətirməyə. Burada yazıb, must bring. B bəndi getdi. C bəndində unknown sözü gözümə sataşır. Deyir ki, yer bilinmir, harada olduğu bilinmir. Burada nə yazıb? Otağına qədər qeyd edib, deyir, yer unknowndur. D bəndə, the club meeting will be held before classes on Tuesday. Before classes yox, after school. D bəndi getdi. Y bəndində, not all the club members can take part. Hamısı iştirak eləyə bilməz. Burada isə yazıb, everyone is welcome. Yəni, hər kəs gələ bilər. 7. Hello everyone, there will be a school trip. Məktəb səfəri olacaq. Hara? Muzeyə olacaq 4-cü gün. Deyir ki, tələbənizi ID kart ilə gətirməyi unutmayın. Deyir ki, tələbə kartınızı yəni gətirməyi özünüzlə unutmayın. Nə üçün? For special offers, yəni xüsusi təkliflər üçün. Və before 9 AM deyir, 9-dan əvvəl, harda? Yerində deyir, in front of the school, məktəbin önündə. A bəndində back of the school deyir, A-na çıxdım. B bəndində at the weekend deyir, həftə sonu deyir. Burada həftə sonu mu qeyd olunub? Thursday qeyd olunub. B bəndinə çıxdım. C bəndində deyir ki, must bring ID to get special offers. Eyni cümlə burada var. Baxın, highlight eləyirəm. Special offers. Cavab elə C idi. D bəndində meeting place, yəni iclas yeri harada olacaq? School gymdə. Burada school gym göstərir. Burada isə haradır? Məktəbin qarşısı. Y bəndə it is planned after, before. Bu isə diqqətləyin. Burada before yazıb, highlight eləyirəm. Burada after yazıb. Cavab C bəndi.
keçirik reading. Deməli, readingdə mən məsələn, baxın, 9-cu sinif ümumiyyətcə 1-2 paraqraflıq belə mətn verirlər və sizin yeriniz olsa mətni oxuyanda daha sürətli gözdən keçirmək üçün tez-tez əsas sözlərə baxaram, ümumi beynimdə fikir formalaşdırmaq üçün. Məsələn, təkrar-təkrar burada məsələn, yəqin ki, olimpik sözünü görəcəyik. Ha. Artıq ağlımda fikir formalaşır ki, bu tekst nə ilə bağlıdır? Nəsə bir olimpiyada ilə bağlıdır. Ən azından bunu beynimdə formalaşdırıram. Daha sonra artıq detallara girə bilərəm. Burada məsələn işarə edirəm, burada every 2 years, hər 2 ildən bir keçirilir. Daha sonra hansı yarışlar var? Qış və yay oyunları var. Daha sonra artıq burada Kanadadan söhbət gedir. Sonra baxıram yenə Kanada hökumətindən söhbət gedir. Deyir ki, burada o kömək istəyir ilk dəfə Kanada hökumətindən, amma o little support, yəni çox az dəstək alır. Yəni little bilirsiniz də, yəni yox dərəcəsində az deməkdir. Sonra deyir ki, daha sonra Amerikaya gedir və Ross Kennedy'dən kömək istəyir. O zəngin və güclü bir insandır. İnsan idi daha doğrusu. Ümumi ağlımızda bu formalaşır. Bizim burada açıq sualımız bir dənə 12-dədir. Açıq suala baxırıq ki, həm yuxarı balımız olsun bizim, həm də çox vaxt aparmasın. Bir də deyir Dr. Hayden. Gedib tez Dr. Hayden baxıram, görüm harda adı çəkilir. Bax, məsələn, burada bunu gördüm, adı var. Və Dr. Hayden sonra he kimi verə bilərlər cümlənin davam olaraq. Very rich and strong man. Çox rich, zəngin və güclü adam idi. Rich və powerful person Rose Kennedy'dən söhbət gedir. Dr. Hayden'dən söhbət getmir. Bir ona görə yanlışdır. 2-də isə deyir, the first Special Olympics was not successful. İlk olimpiyada uğurlu değildi. Deməli, bax görək, onun uğurlu olmadığı ilə bağlı bir məlumatımız varmı bizim burada? İlk olimpiyada. Deməli, special burada danışılır. Baxın, the first Special Olympics was held in Chicago. Chicago'da ilk dəfə keçirilmişdi. Görək, onun uğurlu olub olmadığı haqqında davam olaraq. Not many people knew about it. Deyir ki, çox insan onun haqqında bilmirdi. So there were not many participants. Yəni ilk xüsusi olimpiyadada elə də çox iştirakçı yox idi. Amma yazıb ki, this was very good. Bu deyir, çox yaxşı başlanğıc idi. O vaxtdan bəri insanlar daha da ruhlanmışdılar. 2-də yazıb ki, was not successful. 3-də isə deyir ki, olimpiyada oyunları keçirildi. Special Olympic Games 1960-cı illərdə, bəli, 1960-cı illərdə. Biz 2-ni çıxmalıydıq burada. 3-ü götürürük və 4-də isə ən başda oxuduğumuz Winter və Summer'dır burada cavab. 2 tip oyun. Cavabımız olacaq burada 3, 4. Keçdim qapalı suallara tez-tez. Məndən false soruşur. Deməli, baxıram burada. Görək o hansı sözlər vardı. Məsələn, always, every, only, over, less, more. Bu sözlərimiz varmı? Məsələn, D bəndə yazıb ki, every 5 years, hər 5 ildən bir keçirilir. Baxın, burada yazıb every 2 years. Baxın. Onda D bəndə ilə yanlışdır. 9-da, why did Hayden have to ask Rose Kennedy? Dr. Hayden və Rose Kennedy olan hissəni gəlib tapıram. O ona kömək istəmişdi. Highlighterimi götürürəm. Bay yazıb burada, asked for help to organize, but he got little support. Amma deyir, o little çox az demək, çox az dəstək aldı. Çox az dəstək aldığına görə də Rose Kennedy'dən kömək istəyir. Deməli, Canadian government az kömək elədi. C bəndi. As he couldn't get enough support from the Canadian government. Mətin nə haqdaydı? Biz baxdıq burada mətin nə haqda olduğuna. Special. Ümumiyyətlə, olimpikdən söhbət gedir. Məsələn, B bəndində kömək üzərində qurulmayıb mətin. C bəndi iştirakçılar üzərində qurulmayıbdır. Dr. Hayden'in insanlarla təcrübələri tamamilə başqa bir yerə gedər çıxır. Yəni, Special Olympics-ə dayanmır hamısı. Y bəndində olimpiyadada müxtəlif oyunlar üzərində qurulmayıb mətin. Special Olympics-in tarixi həmin dövrdə nələr baş verib, ondan danışırıq. 11.
Few participants took part in the first Special Olympics because yəni deyir çox az insanlar, iştirakçılar ilk Special Olympics iştirak etdi. Niyə? Çünki onlar çox az insan bilirdi bu haqqda. But not many people knew about it. Çünki çox adam bilmirdi. Baxaq. Many people didn't like yox. The kind of no. Few people yəni çox az insan had information about it. Keçirik grammar. Grammarda 13-ə baxırıq. Money burada da bu by'dır, düşmüyor. Prosta yaxşı. By the villagers. By varsa, yəni kəndlilər tərəfindən. Demək burada bir məchul növ dayanır. Məchul növü də biz belə düzəldirdik zamana uyğun olaraq. To be plus verbs, yəni to be ait am, is, are, was, were, have been, has been, will be, shall be. Burada A bəndində am, is, are, was, were yoxdur. Çıxıram. Money sayıla bilməyən tək olduğuna görə C ilə D-ni çıxıram. R-la were işlənməz. Daha sonra zaman uzlaşmasına göre burada B bəndini götürürük. Money was found by the villagers. Deyir ki, keçmiş uzlaşması var da, həm də burada deyir ki, pul kəndlilər tərəfindən tapıldı və onlar polisə verdilər. 14-də honest, patient, creative. Deməli, honest dürüst deməkdir. Onda mən truth sözünü bura uyğunlaşdıram. C-ni götürürəm. Patient səbirli deməkdir. Gözləmə feili buradan götürürəm. A bəndini yaz. 3-də creative, yəni yaradıcılıq. New sözünü götürürəm. Yeni yarad. Yeni fikirlər. C, A, B olan elə A bəndidir. 15 uzlaşma ilə bağlıdır. Söz önüdən əvvələ baxıram. The information in those books. Söhbət bu kitablardan yox. In dadə şəkilsi kitablardakı informasiya. İnformasiya təkdə olduğuna görə. Baxın, will'in B'si yoxdur. 1-i çıxıram. Cəmləri çıxıram. Yerdə qalır 2, 5. Is, was təkdədir. 16-da. Bu uşaqlar toplu sualıdır. Eynisi. İndi diqqətli olmalıyam nədə? Baxın, this, that özündən sonra tək isim gətirdiyi halda this, those özündən sonra nə gətirir? Cəm isim gətirir, düzdür. A-nı çıxıram. This təkdədir, men cəmdədir. B-ni çıxıram. This cəmdə, men təkdədir. D-ni çıxıram. Men artıq cəmlənib, bir də S artırmağa ehtiyac yoxdur. Y-ni çıxıram. Mən, zətdən sonra tək isim gəlir və mənin cəmləməsi də belə qəbul etmir. Cavab C bəndidir. 17-də my mother is very tired. Anam çox yorğundur. Bizə düzgün model verb istəyir. Uşaqlar, might to-la işlənmir, may to-la işlənmir, can to-la işlənmir, have-in to-su yoxdur. Əgər hər ikisi qrammatik cəhətdən belə düzgün gəlsə, demək tərcüməyə bax. Deyir ki, anam çox yorğundur, mən ona kömək etməliyəm. Yorğundursa cavab Y bəndi olacaq. Passive voice, indi məchul növə baxırıq. Məchul növü də düzəltmək üçün biz istifadə edirik. Bayaqlar dediyim kimi to be plus verb 3. Məsələn, bir də nümunə göstərirəm. Tutaq ki, I bought bread yesterday. Mən dünən çörək aldım. Deməli, bread əvvələ gəlir. To be zamana uyğun olaraq götürülməlidir. Bought keçmiş olduğuna görə was qoyuram. Bought. Mənim tərəfimdən yaza da bilərəm, yazmaya da bilərəm. Buy me yesterday. Aha, indi baxıram. Burada is üstə gəl idili feil və ya feilin 3-cü forması olan gəlməlidir. Cavab A bəndi deyil. B bəndində am, is, are, was, were, have been, has been və ya shall be, will be yoxdur. B getdi. C getdi həmçinin. Bunlar yoxdur. Y bəndə də mən mübtədadan sonra bunları görmürəm. D bəndi. Cotton is planted, yəni pambıq əkilir anlamında gedir. 19 isə tərcümə ilə əlaqədardır. Is a person's behavior, insanın davranışıdır və ya way of acting, yəni davranma şəklidir. A bəndi decision qərar deyil. Opportunity imkan, şans. B bəndə mənrili davranış deməkdir. Y-də dream, arzu və ya xəyal, bəzən yuxu anlamında gedir. C, habit, vərdiş. Habit, daha doğrusu vurğunu düzgün qoymadım. 20-də. They didn't invite me to the party. Onlar məni
Dəvət eləmədilər şənliyə, mən getmədim. Burada səbəb-nəticə əlaqəsi var. Belə onda biz so götürürük, belə ki. 21-də close yaxın mənalıdır. Happy, sad, kədərli. Bunlar antonimdir. Difficult, easy antonimdir. Difficult, çətin, easy, asan. Tall, hündür, short, qısa antonimdir. Old və rude nə antonimdir, nə sinonimdir. Y bəndi. Nice, beautiful. Hər ikisi gözəl, qəşəngdir. Sadə sözlərdə əslində düşənlər. 22. These photos were taken. My friend. Bayaqları izah elədiyimizə əsasən biz gördük ki, to be üstəgəl V3. Baxın, to be-nin keçmiş zaman forması were-dür. Taken da V3-dür. Yəni take, took, taken. V3 deyəndə bunu nəzərdə tuturam. To be üstəgəl V3-dür, məchul növdür. Yəni ona görə izah edirəm ki, bunu deyir, bu şəkillər çəkildi, kimsə tərəfindən olub da bu, bura bay olmalıdır. Ona görə bunları çıxıram. A ilə C arasında qalırıq. A mobile phone, telefon ilə. İlə isə hərfi tərcümədə ilə A bəndi çıxır. 23-də is making coffee today. Kofeni bugün kim hazırlayır olacaq? Who is making coffee today? 24. There is art collection in museum. Baxıram burada. Hansısa muzeydə, həmin muzeydə olduğuna görə sonuncu hissəyə mən D qoymalıyam. Ona görə A, B və C bəndini çıxıram. Aha, burada isə bu artdı, burada yaxşı düşməyibdir. Aha, an art collection olacaq. Yəni deyir ki, muzeydə incəsənət toplanışı var. Toplanması var. 25-də antonimi soruşur. Antonim və ya opposite sözünü görsəniz yenə antonim götürməlisiniz. 1. Dangerous, təhlükəli, safe, güvənli. 2-də ugly, çirkin, clever, ağıllı əlaqəsi yoxdur. Different, müxtəlif, ancient, qədim əlaqəsi yoxdur. Boring, interesting götürəcəyik. Sıxıcı və maraqlı. Yerdə qaldı bizim storyimiz.